1992-ci il ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətinin daha geniş vüsət aldığı bir vaxt. Yenicə yaranmış bir dövləti parçalamaq, ərazilərini işğal etmək düşmənə asan gəlirdi. Ermənilər siyasi hərc-mərclikdən yararlanaraq Xocalını mühasirəyə aldılar. Amma düşmən bəzi məqamları unutmuşdu. Azərbaycanın Tofiq Hüseynov kimi cəsur, döyüşən, qorxmaz övladları olduğunu hesaba almamışdı. Ermənilərin asanlıqla sahib olacaqlarını düşündükləri Xocalını Tofiq Hüseynovun komandirlik etdiyi özünü müdafiə taboru həmin vaxt qorudu. Məktəbdə hərbi hazırlıq müəllimi işləyən Hüseynov dar günündə vətənin müdafiəsini hər şeydən uca tutdu. 1992-ci il fevralın 25-də qüvvələrin qeyri-bərabər olduğu döyüş başladı. Xocalıya dörd tərəfdən hücum etdilər. Həmin vaxtı Xocalda silah yox idi. Demək olar ki, yalnız az bir sayda avtomatla Xocalı cəmaatı silahlanmışdı. 3 nəfərdən bir avtomat verilirdi, amma hücum olunan vaxtı demək olar ki, qeyri-bərabər bir döyüş başladı. Xocalı cəmaatı bunların üzərinə gələn tanka qarşı demək olar ki, əliyalın, ov tüfəkləri ilə ən güclü silahı isə Kalaşnikov avtomatı idi. Tofiq Hüseynov vətəni üçün ölümü göz almışdı. Əsas məqsəd xalqın azadlığı idi. Elə buna görə də əhalinin xeyli hissəsini təhlükəsiz yerə apardı. O dəhşətli gecədə kapitan atasını, anasını, bacısı və ömürgün yoldaşını 49 nəfərdən artıq yaxınını itirdi. Əskərlərinin həyatını xilas etmək üçün onları döyüş meydanından uzaqlaşdırıb düşmənlə tək başına döyüşdü. Sonda təslim oluram dedi. Amma ermənilərə bu şərəfə nail olmağa imkan vermədi. Özünü partladaraq düşmənlərini də məhv etdi. Mikhailo kinosuna baxmışam, dəfələrlə baxıram. O Mikhailoda olan qorxmazlıq atamda da cəmaat arasında görürdülər ki, bəli, onda olan qorxmazlıq, igidlik, bunda olduğu üçün elə bu adı da xalq ona vermişdi ki, Mikhailo. Mikhailo vətən üçün son borcunu da yerinə yetirdi. Bugün nəvəsi onun adını daşıyır. O da, qardaşı da babaları kimi müqəddəs vətən yolunun fədakarları olmaq istəyirlər. Babamla fəxr edirəm ki, vətənimizi qoruyub. Babam milli qəhrəman Tofiq Hüseynov torpaqlarımızı qoruyub və onun uğrunda döyüşüb. Mən onu ilə fəxr edirəm və böyüyəndə onun kimi bir vətənpərvər insan olmağa çalışıram. Vətəni sevmək ailədən başlayır. Bugün Tofiq Hüseynovun oğlu Murad da atasının yolunu davam etdirir. Dövlətinin, xalqının keşiyində dayanır. O da vətənpərvər övladlar böyüdür. Atasının uğrunda canından keçdiyi vətən torpağı gələcəkdə əmin əllərdə olsun deyə. Vüsal Qaraca, Elşad Məmmədov, Lider TV.